dəyərli izləyicilər, bugün biz qlobal istiləşmədən danışacağıq və qonağımız tanınmış ekoloq, fəlsəfə doktoru Telman Zeynalovdur. Telman müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Telman müəllim, bu qlobal istiləşmədən çox danışırlar və bu barədə neçə illərdir həyəcan təbiri salırlar. Demək olar ki, hər şey qlobal istiləşməyə yükləyiblər. Artıq dünyanın bəzi ölkələri tamam iqtisadiyyatını məhv edir Avropada, ancaq turizm ilə, nə bilim, yeyinti sənayesində məşğul olaraq ki, bəs qlobal istiləşmə var, olmaz. Bəs bu barədə deyilənlər nə dərəcədə, nə vaxtdan başlanır bu qlobal istiləşmə və nə deməkdir bu? Ümumiyyətlə, bu qlobal istiləşmənin baş verdiyini neçə ildir müşahidə edirlər? Bu haradasa qlobal istiləşmə 1980-ci ildən başlayıb. Deyilə, güya qlobal istiləşmədir. İqlim dəyişmələridir. Hava isinir, hava soğuyur. Buzlaqlıq dövrü yaxınlaşır, yaxud da hava isinir. Bunlar da onu götürüb qoyurlar qlobal istiləşmə. Bunu əsasən ortalığa atan Albert Gore oldu. O da prezidentliyə namizədliyini vermişdi, keçmədi deyə. Ətrafında olan insanları itirməsin deyə. Əlbəttə ətraf mühitə. Ətraf mühitlə də əlaqədar nə idi? Orada 1972-ci ildə Amerikanın gənc bir alimi deyir ki, atmosferdə istiləşmə gedir, havada istiləşmə gedir və temperatur hərarəti 1-2 dərəcə tədricən başlayır qalxmağa. O qalxmaqla da təbiətdə bu və digər şıltaqlar baş verə bilər. Onun məqaləsi çap olunur. Məqalə çap olundan sonra harası 2-3 aydan sonra tamamilə yaddan çıxır o alim. Bunu Albert Gore özünə silah kimi istifadə edib və bütün dünyaya başladı yaymağa ki, oradan qlobal istiləşmə gəlir, aman da qoymayın. Dünya demək olar ki, əhalinin 1/3 hissəsi məhv olacaq, buzlaqlar əriyəcək, buzlaqların əriməsi ilə okean səviyyəsi qalxacaq, sahil boyunda olan bütün şəhərlər suyun altında qalacaq. Belə bir prosesləri başladı yaymağa, həm də səhralaşmadır, quraqlıqdır, ona lazım olan bitkilər lazımdır. Bunu da o dəqiqəsi deyərdim beynəlxalq ümumdünya korporasiyalar buna milyardlarla pul buraxdılar ki, bu təbliğat genişlənsin. Bu təbliğatın genişlənməsi 1990-cı ildən başladı. SSR dağılandan sonra. SSR onların qabağında bir çəpər kimi dayanmışdı, Qərbin bir də Amerikanın qarşısında. Onlar bu oyunları, çirkin oyunları ata bilmirdilər. SSR-ni dağıtdılar, bu çirkin oyunu atdılar. Bütün dünyada bundan yapışdı. Aman da qoymun, qlobal istiləşmədir. 95-ci ildə Kyoto protokolunu imza atdılar, 156 dövlət. Amerika qol çəkməyib. Amerikada qol çəkməyib. Rusya, axırda da Rus qol çəkdi. Ancaq bu hava oyunu da hava alverinə keçmişdilər. Və söhbət ona ki, ümumiyyətlə özdəki hamısını atlar karbon qazının üzündə. Nəyə? Karbon qazı güya atmosferi isidir. Cəmaat, müəssisələrin zadını dövlətlər, müstəqilli əldə olunan dövlətlər inkişaf eləməsinlər deyə bu və digər korporasiyalarına asılı olsunlar. Onlar öz şirkətlərini, öz zavodların, fabriklərin bir qolunu burada açsınlar. Öz xammallarını burada satsınlar. Öz dövlətlərində vergidən yayınsınlar və milyardlarla pul qazansınlar. Burada bu təbliğatı atan, ortalığa atan Albert Gore idi və onu müdafiə eləyən həmən iri şirkətlər, korporasiyalar idi. Korporasiyalar, barı korporasiyalar onlar idilər. Microsoft, obursuz, bubursuz, bunlar hamısı ona sərmayə buraxırdılar. Bir də Montana'dır, DuPont'dur, Monsanto'dur, bunlar hamısı pul buraxırdılar ona. Nəyə görə? Dünyada öz Montana'dır, misal üçün, Monsanto, onların toxumları quraqlığa, bataqlığa, yağışa dözümlü. Yəni, bəli, onları yaradırlar. O dəqiqəsində milyardlarla pul qazanırlar. Burada ucuzan kim olur? Burada ucuzan olur təzə müstəqil əldə olunan dövlət və xalq. Ənənəvi, həmişə xalq ucuzdur. İkinciliklə məşğul olan millətlər. Mən də yerin son illərdə, bax belə 100 ildə temperatur nə qədər, keçən də harca oxudum 0.5 dərəcə qalxıb, nə? Yəni o nəsə eləyə bilər? 0.5? Yox, 0.5 dərəcə yer kürəsində temperaturun qalxmağı bu oyuncaq deyil.
Böyük. Bu buzlaqların əriməsinə gətirib çıxardır. Nəyə görə buzlaqları? Nəyə görə məhz şimal bir də cənub buzlaqlarının əriməsinə gətirib çıxardır? Orada bir balaca buzlaq əridikcə okeanın suyudur, istini qəbul eləyir. Ancaq özündən istini gec buraxır. Torpaq tez buraxır istini, su buraxmır. Tədricən başlayır buraxmağa. Orada buzlaqlar əridikcə görürsən, adalar üzə çıxır, o da tez qızır və buzlaqlar başlayır əritməyə. Onlar 2007-ci illə qədər söz vermişlər ki, şimal buzlu okeanı və cənub hamısı əriyəcək. Elə demişdir. Bəli. Bu bir, ikincisi ki, yəni okean səviyyəsinin hündürlüyü gəlib 5-6 mil, bəzi yerlərdə 10-50 metr qalxacaq və demək olar ki, bəzi qitələrin əksəriyyətini suyun altına su basacaq, suyun altına proqnoz belə idi da. Bəli, proqnoz belə idi. Bu tamamilə mən deyərdim ki, dünya ictimaiyyətinin qarşısında elə güclü bir yalan, qondurma təbliğata sərmayə buraxmışlar ki, bütün dünya, bütün dövlətlər buna inanırdı. O söhbət onları ki, bədbaxt tələbələr Azərbaycanın özündədir, bütün dünyada da. Həmən o müəllimlər, həmən o qondurma, qlobal istiləşməni onlara da dərs deyirlər, onları da beynə yedizdirirlər. Ona görə də mən deyərdim ki, keçmiş SSR-nin dövründə Azərbaycanın ən güclü alimləri var idi. İndi yavaş-yavaş bu alimlər sıradan çıxır, yaşlılar. Cavanlar da oraya getmir, çünki instruktorlarına sonra nə elmi ocağa girə bilirsə, nə də ki, iş yeri var. Ona görə heç kəs oxumaq istəmir, heç kəs biliyə də baxmırlar. Bunlar da istifadə edib, çünki onlara pul buraxırlar. Qrant şəklində. Qeyri-hökumət alimlərə də pul buraxırlar. Qrant şəklində, akademiyaya da qrant şəklində buraxırlar, hamısına da. Mən bir misal gətireyim. Bu yaxınlarda yadınızdadırsa, Qərib Əhmədov, yəni Radiasiya İnstitutunun direktoru çıxış elədi ki, biz atomlu reaktoru burada sınaqdan keçiririk ki, yəni Xəzər dənizinin suyunu şirinləşdirək. Mən bu barədə çıxış eləndə ki, nəyə görə mən Metsamor atom elektrik stansiyasını vururdum, tənqid edirdim ki, onlar sroku bitirib. Sabahsı gün Allah eləməsə, qəza baş versə, burada Azərbaycan da regionun bütün. Bəli, bütün regiona zərbədir. Buradan da o da çıxış edirdi buna elini. Buradan özü başladı atom reaktoru haqqında danışma. Nə var? NATO pul buraxırdı buna. Bu onların oyunları idi. Yəni bizim də alimlər pula girişi mənniləri satırlar. Mən ona görə deyirəm ki, bizim tələbələr bədbaxtdırlar ki, onlara belə qondurma şayələri, beyinlər yedizdirlər ki, doğrudan da qlobal istiləşmə var, doğrudan da temperatur qalxır. Əsas səbəbi temperatur qalxmaq karbon qazıdır. Yox, temperatur qalxıb ümumiyyətlə, qalxmır. 0,5 dərəcə. O demək deyil ki, qlobal istiləşmə gedir. 100 il ərzində. Bu bilirsiniz, karbon qazı. Bəlkə ölçmə də 100 ildə aparılırdı. 100 il ərzində, ancaq 450 min il müddətində nə baş verir? 6 dəfə soyma prosesi gedib, 6 dəfə istiləşmə prosesi gedib. Mən bildiyimə görə vaxtilə temperatur çox düşmüşdü. Bu buzlaqlar əriyəndə ki, başlamışdı, İnhun falan. Onda ben niyə həyəcan təbiri çalmırdılar? Həyəcan təbiri həmişə fırıldaq bir o kommersantın əlinə düşürsə, əgər güclü bir nəhəng dövlət yoxsa qabaqlarında dayansın, onda SSR dayanmışdı. Onlar bu oyunu oynaya bilmirdilər. İndi SSR dağılıb. İndi Rusiya başlayıb dirçəlməyə. Ancaq Rusiyanın da alimləri ona qoşulmuşlar. Rusiyanın ən məşhur alimləri fizik, İsrail. O da Albert Gorla bərabər, o da Nobel mükafatını almışdı. Həmən qlobal istiləşmə ilə əlaqədar. İntihası bu qlobal istiləşməni demirdi. Bu deyir, atmosfer isinirsə, onun qabağını kəsmək olar. Nə ilə kəsmək olar? Mən təyyarə ilə atmosferə, yəni 7 kilometr, 6 kilometr hündürlükdə atmosferə alümini tozunu səpirəm. O karbonla reaksiya edir. Və yaxud da bari tozunu səpirəm. Onlar günəş şollarının yerə keçməsini imkan vermirlər. İstiliyin qarşısını almaq. İstiliyin qarşısını almaq üçün, günəşin qabağını kəsmək üçün. Bu oyunları. Ancaq bunun gələcəkdə təbiətimizə nə kimi ziyan vuracaq, onların fikirləşmirdilər. Ona fikirləşirdi bugün üçün pulumu qazana. Barium yerə baridir, ən zəhəri maddələrdən biridir. Biri ki, alüminium turşusudur, onu da buraxanda o da orada reaksiya gedib, nə torpaqda nə qədər çox alüminium olsa, insanın bədəninə girirsə, insanın bu və digər
bədənində proseslər yaranır, xərçəng xəstəliyi və zərbə deyirlər ki, o tozlar beyində beyin insultuna gətirir. Bəli. Bəli. Yəni qanı qatılaşdırır da alüminium tozu. Həm qanı qatılaşdırır, həm də bu və digər insanın bədənində görürsünüz ki, hər hansı bir kimyəvi element artıq olursa, orada deməli bədəndə proseslər baş verir. Özü bilin ki, əgər təbiətdə Mendeleyev cədvəlində nə qədər element varsa, insan bədənində də o elementlər var. Tasının miqdarı var. Balansını pozur da. Bəli. O balans pozuldu, deməli təbiətdə də belə balans pozuldusa, təbiət xəstələnir. Bu yaxınlarda mən oyla bərabər film buraxmaq istəyirəm, balaca rolik. Təbiətin zarısı. Təbiətə nə qədər zərbə endirmək olar, təbiəti nə qədər çirkləndirmək olar. O da yazıq zarıyır. Ağrıda, bədəndən zarıyır, ona görə də qasırğalar, tufanlar, zatlar yaradır. Biz pestisidlərlə çirkləndirdiyimiz bəstəl bir üzərinə barəm. Yox, bilirsiniz, biz deyəndə pestisidlər hardasa inş illəri Qəbələ rayonunda Avropa, Asiya məkanında belə bir tədbir keçirilirdi. Orada 18 dövlətin nümayəndələri iştirak edirdi. Azərbaycan da iştirak edirdi, orada mən də iştirak edirdim. Bəli. Dedilər ki, biz bu zəhərici maddələrin, kənd təsərrüfatında istifadə edən zəhərici maddələrdən imtina eləmək üçün pestisid, gerbisid, DDT-dir. Onları gəlin ləğv eləyək, nə qədər ambarlarda varsa onları ləğv eləyək. Təzə sistemə keçək. Yəni təzə işlənilmiş pestisidlərdir, gerbisidlərdir. Mən də sualımı qaldırdım ki, biz indi mübarizə aparırıq bunları ləğv eləməyə. 30 ildən sonra mən başlayacağım təzədən bir proqram aparıb bunları ləğv eləyəcəyəm. Onlar güldülər. Bu doğrudan bir pulu deyir, hara bıraxaq? Bunu yığırsan, obrusunu təbliğ edirsən. Belə çıxdı ki, bu oyundur. Dedilər ki, azın təbəqəsini dağıdan xaladelniklərdir, freonlardılar. Azərbaycan, yadınızdadsa, Heydər Əliyev 70-ci ildə gələndə, 69-cu, 70-ci illərdə burada həm soyucucu tikdi zavodu, 10 minlərlə isə həm də kondisioner zavodu, həm də xaladelnik. Azərbaycan Çinar xaladelnik bıraxırdı, həm də onda, freonlar. Bu nə deməkdir? SSR dağılır, biz o bütün zavodlarımızı bağlayaq. Bir çoxları da bağladılar. Əksəriyyətini bağlayıblar. Moskvada indesit gəldi, amma o vaxtda... Ancaq hamısı düşündülər ki, bu karbon qazının üzərinə atdılar ki, budur. Ancaq mən deyərdim ki, təbiətdə karbon qazı olmasa, yer kürəsi tamamilə isinər. Yer kürəsi sarılığa dönər, yer kürəsi gəlib şər. Mən deyərdim, yaşayış olmayan bir əraziyə, temperatur qalxar 400-500 dərəcəyə. Marsa bənzər. Bilirsiniz nə gələr? Əgər günəş şüaları 1 kvadrat metrə 1366 watt enerji verirsə, onun bir hissəsini torpaq, bir hissəsini okean, 40 watt qalır torpaq, havada. 40 watt. Əgər 40 wattda ilbəyil onun üzərində işləsə, bu gəlir çıxartır ilə 126 dərəcə. 126 dərəcə bir nə deməkdir? Deməli, yer pişir də, hər şey yanır. Bəlbəttə, su qaynadısa. Ancaq bu temperatur hara gedir? Nəyə görə bu hadisə baş vermir? Bunu alimlər ona fikir vermirlər axı. Alimlərə pul lazımdır. Bu çirkin oyunları qaparsınlar, əhlinin beynini həmən bu çirkin oyunlarına doldursunlar. Söhbət olur ki, bütün bu üzərinə yığan ağır enerjini karbon qazı götürür üzərinə. Karbon qazı ötürücü bir vasitə kimi atmosferdə iştirak edir. Karbon öz üzərinə götürür, yoxsa sintezdə, fotosintezdə? Yox, karbon həmən o istini yerdən gələn dalğaları qəbul eləyir, isti dalğaları qəbul eləyir. Artıq olduqca o təsə ötürür. Mexanikada var da. Bəli. Yəni fizikada, fizikanın qanunu var da. Hidrodinamika. Götürürəm. İsti hava isinirsə yuxarı qalxır, soyuq hava düşür aşağıya. Bunlar bunu yaddan çıxartırlar. Bu şeydə də, magiyada da ondan istifadə edirlər. Hər yerdə. Suyun enerjisi nədir? Bu kovalent rabitə günəş suallarının. Əgər həmin o temperatur, birinci söhbət olur ki, qlobal istiləşmə deyirlərsə, əgər qlobal istiləşmə mütəmadi olaraq 15 il, 20 il, 30, 50 il davam etdikcə okeanın suyu buxarlanır. Buxarlandıqca tamamilə buxarlanır. Yer kürəsi də yaşama olmayan yerin tarixində elə bir dövr olub. Xeyr.
O qlobal istiləşmə dövrü oldu. Qlobal istiləşmə deyirəm 6 dəfə qlobal istiləşmə olub 450 min il ərzində. Bir də bizlərdə buzlaqlıq dövrləri olub. Onlar bir-birlərini əvəz ediblər. Hərəsi də bir harasa 300, 400, 500 il davam eləyir. İnsan o qlobal istiləşmə dövründə yaşayıb. Bəli. Onda da insanlar. Dinozavrlar, Saturnlar, o Canlılar dövrlərdə. Bəli, canlılar, insanlar da onları ovlayırdılar, yaşayırdılar. Dağlarda, qayaların arasında onlar yaşayırdılar. Bəs orada o qədər şəkillər, naxışlar onlar qoyurlar, o dövrün naxışları. Dinozavrlar. Bəli. Rəsmlər. Söhbət onda gedir ki, yəni bu hadisələr baş verir. Bax bu qlobal soyuqlaşmadan indi danışaq da. Bax indi açırlar Yakutiyada o xüsusi şey var da o Tiksi tərəfdə falan da belə qayalar belə kəsillər. O şeylərdə okean sahilində görürsən mamut çıxdı və hamısı deyir Yakutiyada hətta restoran var, mamut əti verir də bilirsən. O deyirlər ət 3000 il qalıb amma yararlıdır. Bəziləri gedib bir sınaqdan keçirlər nə dadır. O hamı deyir ki o qlobal soyuqlaşma birdən baş verir qəfildən. Mümkündür elə bir şey. Mümkündür. Əgər istiləşmə tədricən baş verirsə, soyuma 10 gün, 15 gün, 2 ay, 3 ay ərzində biliyorsun hər yeri buz bağlaya bilər. Söhbət onları ki, əgər buzlaqlar əriyirsə, okeanın üstü şirin su ilə örtülür də, təbəqə ilə örtülür. Ancaq onların çəkisi ilə bu duzlu suyun çəkisi fərqləri var. Ona görə də ki, isti su qalxır, soyuq su keçir alta. Ancaq oradan fərq götürüləndə soyuq su bunun üstünü örtür, Goldfischer cərəyanını dəyişdirir, soyuma prosesi başlayır. Soyuma prosesi görürsünüz ki, şimaldan başlayır. Goldfischer'ın dayandığı vaxtlar olub da. Əlbəttə. İndi bizdə bizim bu Avrasiya qitəsinin, ümumiyyətlə yer kürəsinin xilaskarı Goldfischer'dir da. Bəli. Amma bu Goldfischer'la bağlı bəzi şeylər var. Deyirlər ki, hardasa Goldfischer'in yolunun bir də plasmas adası yaranır, belə fırlanır və o Goldfischer əgər dəyişsə, yer üzünün buzlaşma aparacaq. Bu inandırıcı gəlir bu şey. O inandırıcıdır, çünki Goldfischer isti cərəyansa, o isti cərəyan gəlib harasa suyun temperatur hərarəti orada 22 gündə 25 dərəcədir. Murmansk'a o gəlib çıxardı, bəli, Murmansk görmürsünüz, donmur. Dəniz donmur. Donmur. Murmansk orada. Ancaq söhbət yadınızdadırsa, Qrenlandiyada yaşıl ada idi. Vikinglər gedib bütün o əraziləri zəbt etmişlər. Sonra da qırıldılar, getdilər. Sonra da hamısı buzlaqlıq dövrü qəflədən birdən başladı. Onlar oradan çıxa bilmədilər. İndi axtarırlar ki, onlar orada kartof əkiblər. Kartof yox, nəsə başqa şeydir. Orada hər şey var idi. Söhbət ondadır ki, İngiltərin özündə də üzüm əkirdilər, çaxır yetişdirirlər, eləyirdilər. İndi onu eləyə bilmirlər axı. O artıq tamamilə o iqlim dəyişili. İndi biz təzən o proses gedir. Ancaq o proses o dəqiqəsi qlobal istiləşmə o dəqiqəsi baş vermir axı. 100 illər lazımdır da. 300, 500 il. Vaxt lazımdır ona. Zaman, bu bir ikincilik. Zaman hər şey öz yerini yox, bilirsiniz, harasa uzunlaşma gedir də. 13-cü, 17-ci əsrlər istiləşmə idi. Qlobal istiləşmə idi. 13-17-ci əsr. Orada zavod, fabrik yox idi ki. Yox. Maşın nəqliyyat zad yox idi ki. Qatar, poyuz zad yox idi ki. Temperatur hərarəti 1-2 dərəcə bundan isti idi. 300 ildən sonra soyuma başladı, buzlaşma dövrü. Hamısını da buzdan örtdü. Gəldi, Qafqazda da çatdı buzlaqlar. Biz buna hazırlaşmalıyıq. Soyuma əslində biz... Bəli, biz buna hazırlaşmalıyıq ki, Allah bilməsin, istidən gəldi insan özünü bir tərəf qoruya bilər. Ancaq soyuqdan bir özümüzü qoruya bilmərik. İsti olanda paltarımızı soyunur, amma soyuqda gəlib paltar. Yəni də suyun altına girirsə, bir şey edirsə, bir vacı evinirsən, eləyirsən. Ancaq soyuqda neyin altına girərsən? Su donacaq, katelinlər işləməyəcək, isti su olmayacaq. Başının üstündə buludlardır, buludlar həmişə qarı çökəcək, o dəqiqəsi donacaq. Hər yer buz bağlayacaq. Tamamən belə bir fikir var ki, son bir neçə ildə əslində yerdə temperatur düşür. Məsələn, Rusiya bütün şimal bölgələrindən o şəhərlə, o Anadolu falan hamısı bağlandı. O şey, Çukotkadakı böyük şəhərlərdir, hamısı getdi. Və belə inandırıcı gəlir bu ümumiyyətlə. Deyirlər bir də Antarktidada buzlar irəliləyibdir bəli, şimala tərəfdə.
Bilirsiniz, söhbət olur ki, burada buzlaqların əriməsi, yer kürəsində istiliyin əmələ gəlməsi, bu hamısı bu və digər proseslərdən asılıdır. Birinci, yer kürəsinin oxundan asılıdır. Maqnit Oxundan. Maqnit dalğası başqadır. Oxundan asılıdır. Əgər bu son dövrdə bu 23,7 dərəcə dəyişilib. İstiqaməti dəyişilib. Hansı tərəfə? Əgər dəyişilibsə istiqaməti şərqə doğru, harası bir 40 il bundan qabaq isə hava isinirdi, buzlaqlar əriyirdi. İndi dəyişilib şimala doğru. Bu saat deyirlər ki, buzlaqlar əriyir. 2007-ci ildə buzlaqlar tamamilə əriyəcəkdi. Ancaq gördülər ki, 70% buzlaqlar gən də okeanın üstünü örtüb. Hücuma keçib. Yəni artır bu. Bəli. Bu nə dərəcədə onların apardığı Kyoto protokolu ortalığa atıblar və yaxud da bu qloballəşmə nə dərəcə uyğun olur. Bir adam bir mahnı oxuyur, deyirlər dayanır, bu dayana bilmir artıq da. Dərd yoxdur, bir adam mahnı oxumur, bu adama sarmaya buraxırlar, sarmaya buraxan kimlərdirlər? Ən varlı korporasiyalar. Onlar pullarını buraxırlar ki, nəyə görə? Neft tükənir, qaz tükənir. Onu əvəz etmək lazımdır. Orada BP də iştirak edir, neft şirkətlərinin əksəriyyəti də orada iştirak edirlər. Nə lazımdır bunlara? Yeni texnologiya. Yeni texnologiya nədir? Günəşdən istifadə eləməyə, külək enerjisindən istifadə eləməyə, su enerjisindən istifadə eləməyə, torpaq enerjisindən istifadə eləməyə. Yeni texnologiya icad edirlər, onu başlayırlar, od qiymətinə gəlir axı. Yavaş-yavaş ona tədricən keçməklə onlar öz əlindən həmən o siyasəti buraxmaq istəmirlər. Neft qutardı, onu keçəcəklər. Onu idarə edəcəklər. Bax, söhbət bunda gedir. Və qlobal istiləşmədən istifadə edirlər ki. Bəli. Güya qlobal istiləşmədir. İndi onu da yaradan nədir? Karbohidrogendir, neftdir, qazdır. Onu dayandıraq, istifadə eləmək keçək günəş enerjisinə. Almaniya o dəqiqəsi keçdi ona. Ən çox qərb dövlətlərində Almaniya keçdi ona. Hamısına da onu saat başlayırlar. Görün, Azərbaycan nəyə döndü? Onların xarici bazarların ticarət mərkəzinə. Lüminsel lampalardır, onlar alümin lampalardır, qənaət edicidir. Onlar mənim nəyimə lazımdır. İlişovski lampalar hamısına yaxşı edir. Fikir var ki, bu alternativ enerji daha başa gəlir. Əgər alternativ enerji söhbət getmir, alternativ enerji başa gəlib və yaxud da karbohidrogen ucuzdur. Bunu bu kimin əlindədir? Həmən o korporasiyanın əlindədir. Bəli, həmən o korporasiyanın əlindədir. Buna neftə nəzarət edirlər sabah. İndi sabahsı günü buna nəzarət edəcək. Onlar bu təbliğatı aparır, gücləndirirlər ki, bunu da inkişaf elətdirsinlər ki, sabahsı günü əllərindən çıxmasın. Bazarlara soxurlar. Bəli. Adamları inandırırlar. Ona görə ki, inandırırlar ki, qardaş, sən zavodu tikmə. Bir yandan biraz yaxşı görünür. Qlobal xaosdan xilas edirlər də bizi. Xeyr. Bizim beynimizi gic əməlləri ilə doldururlar. Ona görə də nə alimlərimizi yetişdirə bilirik, nə ziyalılarımız, qoca ziyalılarımız o dünyaya gedir, ömrünü dəyişdirir. Cavanlar da ki, o yolu gedə bilmirlər. Hamısı da kim son dövrlərdə müdafiə edib sözlüsürəm, əksəriyyəti 90%, hamısı yalan. Plagiat. Vəssalam. Oradan buradan köçürür. Bir dənə, mən bu yaxınlarda konferansda iştirak edəndə orada bir misal gətirdim. Deyirəm, belə bir ədəbiyyatda, alimlərin içərisində belə bir ədəbiyyata rast gəldim, yazılara ki, Amerikanın Rusiyanın alimi Kaç deyir ki, nəvəm gəldi, mənə yaxınlaşdı ki, baba, mən də deyir, alim olmaq istəyirəm. Dedim, götür Papuğun işini, araşdır, tərsinə fırlat, o alimdir, ayaqdan başla yazmağa, çöndər də işi. Bu da işi çöndəri görür babasının işidir. Ata o babasının ölçüsü. Fırladı, bu da örgədir, bu deyil. Söhbət bundan gedir ki, biz bunları örgədirik gənclərimizi. Mənə elə alimlərin lazım deyil. Mənim yadımdadır, Azərbaycan alimləri var ki, hansı yerin təkində həm zəlzələrini proqnoz verə bilirdilər və deyirlər ki, yerin təkində hansı dərinlikdə, mən hansı gücdə nüvə silahını partlasam, haradasa zəlzələ baş verəcək, haranı dağıdacağam. Bunu Azərbaycan alimi icad 3 dəqiqəmiz var. Bax, 3 dəqiqə. Biz bu 3 dəqiqə ərzində Azərbaycan ictimaiyyəti, dövləti və
elmi xalqı olaraq nə etməliyik? Bunu izah edeyim bizə ki. Biz indi hazırlaşmalıyıq soyuma prosesinə. Qlobal soyulma. Bəli, qısa soyuma prosesi gedir. Qlobal soyulması Bakıda hardasa bir 40 ildən 50 ildən sonra olacaq. Dənizdə dondu da, biz ona görə. Bəli. İnşillər dəniz doldudur. Dondu. Qar yağmamış ki. Bu ildə azad dəniz dondu. Mən indi elə bil ki dağ yerindəyəm. Pasamdaqdan gəldim, qarın içində gəldim. Yox, bilirəm, indi bu yaxınlarda qar yağıb, qar çökəcək. Yəni yavaş-yavaş biz qarlı havaya keçirik. Qarlı havada o deməkdir ki, mən deyərəm, əgər quru şaxta varsa, qarsız, epidemiyaları öldürmür. O yayılır, mikrobları. Ancaq indi bu qarlı hava olanda bu epidemiyaları, mikrobları öldürür. Bizə o lazımdır, bəli, o çöktürür aşağıya. Bizə o lazımdır, doğrudan da havada bir Azərbaycan, nə Azərbaycan, ümumiyyətlə dünya ona hazırlaşmayıb. Nə ən varlı dövlətlərdən Amerikanın satdığı şərqini tamamilə bürüyüb qar. Bütün maşında yollar iflic olunub, maşınlar dayanıblar. 2 sutkada hərəkət elə bilmirlər. Harada bu Filadelfiyada falan da. Hamısında oralarda bəli. Orada həmişə hava New Yorkda, Azadda, hamısında hər yeri tutub bürüyüblər şaxtada. Qar görməyən. Əgər İsraildə qar yağıbsa, İsrailə yağıb. əgər şeydə İsrail 100 ildə ilk dəfə. Bəli. Qar yağıb. Gördünüz? Bax söhbət burada gedir ki, deyirlər ki, qlobal istiləşmədir. Bu qlobal istiləşmə deyir. Əgər qlobal istiləşmə terminini ortalığa atıblarsa, ildə 4-5 dəfə dünyanın bu və digər yerlərində ümumdünya konferanslarını keçirirlər. 15 minlərlə, 20 minlərlə alimləri yığırlar. Cəmiyyətin üzvlərini yığırlar. Qeyri-hökumət təşkilatlarını yığırlar. Nə qədər təyyarələr sağa-sola gedir, gəlir, hərəkət edir. Maşınlar zaten bu qlobal istiləşmənin şəraitini yaradan böyük deyilmi? İşləri görürük. Tamam, bu verilişimiz sona çatır. Çox sağ olun, gəldiniz. Və bir daha izləyicilərimizə bildirirəm ki, bugün biz qlobal istiləşmə mifindən danışırdıq və Telman müəllim bunun mifi olduğunu sübut elədi və Azərbaycan xalqını buna hazır olmağa da əslində qlobal soyuqlaşmaya hazır olmağa çağırdı və bu verilişi sizinlə mən Aynes Press TV-nin əməkdaşı Çingiz Rüstəmov apardım. Sağ olun, sağlıqla qalın.